Biri var idi, biri yox idi. Uzaq diyarlarda Əli adlı balaca bir oğlan yaşayırdı. Əli oxumağı, yazmağı çox sevirdi. Onun ən böyük arzusu gözəl nağıllar yazmaq idi. Ancaq kağızı, qələmi yox idi. Bir gün kəndin yaxınlığındakı meşədə gəzərkən, köhnə palıd ağacının altında işıqlı bir qələm tapdı. Qələm elə parıldayırdı ki, sanki ay işığından toxunmuşdu. Əli qələmi götürən kimi o danışmağa başladı. Mən sihirli qələmdənəm. Məni kim xeyirxahlıqla istifadə etsə, onun arzuları gerçək olar. Amma yadında saxla, qələm yalnız yaxşılıq üçün işləyir. Əli çox sevindi. Hər dəfə qələmə yazanda yazdıqları gerçək olurdu. O, kəndin uşaqları üçün çörək, oyuncaqlar, kitablar çəkdi. Hamısı həqiqət oldu. İnsanlar heyrət içində qaldı. Amma kənddə paxıl və acgöz bir adam var idi. Tacir Qasım. O qələmi oğurlamaq istədi ki, qızıl və saraylar yazsın. Gecə ikən qələmi oğlanın yastığından götürdü. Lakin qələmi əlinə alan kimi qələm parıldayıb dedi: "Mən yalnız təmiz ürəkli insanların əlində yaşayıram." Elə oradaca qələm Qasımın əlindən yox olub getdi. Yenidən Əlinin yanına qayıtdı. Əli başa düşdü ki, ən böyük sərvət qələm deyil, yaxşılıq etməkdir. O gündən sonra kənddə heç kim ac qalmadı. Uşaqların hamısı kitab oxumağa başladı və o kənddə hər kəs deyirdi: "Ən gözəl nağıl insanın öz əli ilə yazdığı yaxşılıqdır."